Axşamınız xeyir olsun, əziz dostlar, dəyərli məni izləyən izləyicilərim, hamınızı ürəkdən salamlayıram. Deməli, bugün Qusarda bir prikol test imtahanları keçirilib. 1 saylı və 6 saylı məktəblərdə bir adı altında fəaliyyət göstərən təhsil kursları, tədris kursları, təhsil kurslarıdır. Belə bir qurum tərəfindən akreditasiyadan keçmiş qurum tərəfindən özlərinin dediyi kimi də bir nömrəli məktəbdə test imtahanları keçirilib. Deməli, bu test imtahanının qiyməti 8 manat idi. Əslində məni yandıran o 8 manat deyil. Övladlarımın üçü də Qusar bir saylı tam orta məktəbində oxuyur. Pis yaxşı təhsil alırlar. Müəllimlərimizin tədris davamiyyətindən də, tədris vermələrindən də razıyıq. Amma televiziya kanallarında, sosial şəbəkələrdə Təhsil Nazirliyindən bəzən görürük ki, belə statlar çəkilir və yaxud da onlar belə cümlələr işlədirlər ki, məktəblərdə pul yığılmaları, fond pulu, zibil pulu, üzr istəyirəm, nə bilim, süpürgə pulu, belə hallara rast gəlinmir artıq və tam şəffaf tədris həyata keçirilir. Amma görürsən ki, bəzən dövlət qeydiyyatından keçmiş, onlar pafosla dillərdə, dövlət qeydiyyatından keçib, akreditasiyadan keçib, lisenziyası var və onların icazəsi var bu işi görməyə. Deməli, ötən ilin yeni tədris günündə 15 sentyabrda mən öz tərəfimdən Qusarın bir məktəbinə, dağ kəndlərindən birində öz hesabımdan 10-15 dənədir məktəbli çantası və içində ləvazimatları, qələmi, nə bilim, dəftəri ilə qarışıq məktəbə ianə elədim ki, çantası olmayan, çantası köhnələn, imkanı çatmayan insanlar bundan istifadə eləsinlər. Və həmin ianəyə görə az qala o məktəbin direktorunu işdən çıxardarlar. Az qala o məktəb direktoruna, nə bilim, töhmət verirlər. Bəlkə də veriblər ki, bu insan kimdir ki, gəlib məktəbdə belə bir iş görür və yaxud da ianə edir, bizim məktəbin buna ehtiyacı yoxdur falan. Yaxşı, əgər azad bir şəkildə biz məktəbi ianə eləyə bilmiriksə, bunun qarşısını almaq istəyirsinizsə, Təhsil Nazirliyi olaraq, nəyə görə Azərbaycanda təhsil ocaqlarında bazar etməyə, bir çox təşkilatların orada bazar açmasına şərait yaradırsınız? Yəni, 8 manat mənim övladımdan alıb, mənim övladımdan imtahan alanda mənim övladım oxuyacaq, yoxsa oxumayacaq. Çünki bu proses, mən deyərdim, bir 70-80% məcburi həyata keçirilib. Yəni, o biletlərin satışı, hansı ki, imtahana buraxılış biletlərinin satışı məcburi həyata keçirilib. İronik kəlmələrlə, mütləq gəlməlisiniz, bu imtahanda mütləq iştirak eləməlisiniz. Burada mütləq deyəsi bir şey yoxdur. Burada sözü gedən müəllimləri maraqlandıran, sözü gedən təşkilatları maraqlandıran o 8 manatdır. Hardasa 600'e yaxın şagird qeydiyyatdan keçib və bilet alıb. Bunlar da tam riyaziyyatdan o qədər də yaxşı deyiləm. Belə üst-üstə gələndə, vurub çıxanda hardasa 5000-6000 manat pul eləyir. Yaxşı, bu 5000-dən 6000-dən o müəllimə, bu müəllimə, o müəllimə 500 manat verdin. Qalan da gedir kimisə cibinə, düzdürmü? Nəyə görə buna icazə verilir ki? Nəyə görə? Yəni, 5-10 nəfəri çıxardaq, imkanlı insanlardır, öz övladların şəxsi avtomobillərdə məktəbə aparıb gətirən insanlara bu təsir eləməz. Amma övladın ictimai nəqliyyatla yola salıb, övladın ictimai nəqliyyatda o dayanacaqda gözləyən analar, atalar var. Bazarda işləyən, soyuqda ayaqları dona-dona, usta işləyən, fəhərlə işləyən insanların övladları var. Onların imkanı çatmır bu 8 manatı verməyə. Yaxşı, verdi 8 manatı. Nəyə görə sən uşaqları, valideynləri bugün o nənələrimiz demişkən sərkərdan eləmirsən? Yəni, bu soyuq havada mənim uşaqlarım, eyni zamanda yüzlərlə övladlar və valideynlər bu soyuğun altında məktəblərin qarşısında gözləməyə bugün məcbur ediliblər. O valideynlərin 50%-ni çıx, 50%-i qorxudan gəlib dayanıblar ki, sən alıb uşaq məktəbdə oxuyur, artıq dərs yazmaq, qiymət yazmasınlar, qiymətini öldürməsinlər. Bu tendensiya ilə təhsil verilir bugün məktəblərdə. Təsəvvür edirsinizmi?
Yaxşı, imtahan prosesinə mənim heç bir pretenziyam yoxdur Rus demişkən. Təhsil Nazirliyi əgər övladlarımızın qeydinə qalırsa, qayğısına qalırsa, rüşvətə yox, şəffaflığa üstünlük verirsə, Təhsil Nazirliyi öz xətti ilə göndərsin bir şəfəq təhsil kursları, Təhsil Nazirliyinin akkreditasiyasından keçmiş, qeydiyyatından keçmiş bir qurumu göndərsin, desin ki, övladlara pulsuz imtahan götürürük. Dövlət, nə bilim, qeyri-hökumət təşkilatı, nə deyirlər, hansısa bir qurumlara pul ayıracaq, Təhsil Nazirliyi və bizim övladlarımızdan imtahan götürəcəklər. 2-ci sinif. Və yaxud da bugün imtahan günü mən övladımı göndərmişəm saat 9-un yarısından məktəbə. Saat 2-yə kimi mənim övladım əlində piraşki ilə aşağı yuxarı gəzir. 2-ci sinifdəki uşaq. Ay oğul, nədir? Ata, bizə kitabça çatmayıb. Və yaxud da Rus sektorun gətirib doluşturublar Azərbaycan sektoruna. Orada da hərc-mərclik yaranıb. Yəni Rus bölməsindən olan uşaqları veriblər Azərbaycan dilinin sualların, Azərbaycan dilinin bölməsindən olanları veriblər Rus dili sualların. Və yaxud da bir çox şagirdlərlə mən danışıqlar apardım ki, onların dediyinə görə 2 saatlıq imtahan prosesinin 40 dəqiqə qalmış, yəni vaxtın 40 dəqiqəsində gətirib paylayıblar suallar. 40 dəqiqənin içində uşaqlar bunu tez bazar yazıb veriblər. İndi kiməsə orada 100 manat, kiməsə 20 manat, kiməsə 30 manat formal ödəyəcəklər. Qardaş, səni maraqlandırır bizim uşaqların təhsili, biliyi, savadı? Əsla yox, tövbə yox. Səni maraqlandıran 8 manatdır. Burada nə direktorun, burada nə məktəbin müəlliminin heç bir günaha təqsiri yoxdur. Çünki bütün qurumlar tapşırıqla, zənglə işləyirlər. Filan kəs müəllim ciddi tapşırıq verib, orada şərait yaradın, imkan yaradın. Yəni, o yığılan 5.000, 6.000 manatdan filan kəs müəllimlərin cibinə gedəcək. Qardaş, fond pulun ləğv elədiniz. Güya. Zibil pulun, süpürgə pulun, kaçıqar pulun ləğv elədiniz. Bunu aşkar şəkildə deyin ki, il ərzində 2 dəfə pul yığılsın. 20 manatdan, 10 manatdan, balamın ayağının tozu olsun. Verəcək ona. Belə pis günə qoymayaq da cəmaatı. Ay, test imtahanı alıram, ay nə bilim sənin təhsilini yoxlayıram, biliyi yoxlayıram. Mənim uşağımın sağlamlığı, mən isti evdə, mən bacardığım qədər şəraitli formada övlad böyüdüb. Gətirib sənin o 8 manatlıq testivə görə bugün mənim övladım soyuq çəkəcəksə, sən testivə nə deyim mən? Burada ağsaqqallar, müəllimlər baxır mənə, üzr istəyirəm. Yəni, mənə sənin imtahanın, testin maraqlı deyil. Mənim övladımın sağlığı və sağlamlığıdır ki, onu da sən bugün xət çəkdin üstündən. Neçə də uşaq, neçə nəfər övladlar bugün yataqda yatırlar istilikdən, nə bilim, temperaturdan filandan. Bax, bu qədər insanların ahını aldınız, həmin imtahanı keçirən şəxs və ya şəxslər, özləri də qaçıb gizləndilər qorxusundan. Yəni, orada 5-3 nəfər qadın emosional, agresiya ilə biraz soruşurdular. Kimlərdir o rəhbərlik elinlər? Gəlin, kişilər gedib qaçıb gizləndilər. Hara gizlənirsiniz, qardaş? Hara qaçırsınız? Allahın altından hara qaçacaqsınız? Bu qədər insanlar, bu qədər anaların, ataların zəhmətlə, əziyyətlə əlinin içində, ovucunun içində bəslədiyi, böyütdüyü övladların siz bugün soyuq çəkməyə düşər eləmişsiniz. Ayıb olsun. Təhsil Nazirliyi, Regional Təhsil İdarəsi və bu işdə əməyi olan bütün insanlara ayıb olsun. Qınayıram, çox səriştəsiz, çox məsuliyyətsiz, heç bir iş rejiminə aid olmayan, heç bir disiplini olmayan bir tədbir keçirmişsiniz. Lazım deyil belə tədbirlər. Belə tədbirlərdənsə gedin öz işinizdən məşğul olun. Açdığınız yerlərdə, şirkətlərdə, nə bilim, o tədris ocaqlarında repetitorluqla məşğul olun, nəsə eləyin. Bizim uşaqlarımızdan işimiz olmasın. Bizim uşaqlarımız ibtidai təhsil alırlar, lazımı qədər təhsil alırlar, müəllimlər lazımı qədər dərs də verirlər. Dərsdən narazı olanlar da para bir repetitora verirlər 70, 80, 100 manatın. Qardaş, mənim uşağıma dərs keçir. Bu bəhs eləyir bizə. Bizə artıq, yəni, köhnə kəndə təzə adətlər lazım deyil. Bu mənim şəxsi fikrimdir.